Yaşlandıqca beynimiz necə dəyişir? Stanford Tibb Mərkəzinin alimləri müəyyən edib ki, insan yaşlandıqca ətraf mühitin daxili xəritəsinin yaradılmasında əsas rol oynayan neyron şəbəkələrinin fəaliyyəti pozulur. Araşdırmanın nəticələri Nature Communication jurnalında dərc edilib. Tədqiqat üçün alimlər 3 qrup siçovulun, cavan, orta yaşlı və ahıl beyin fəaliyyətini müqayisə edib. Onlar beynin medial entorhinal qabığında yerləşən neyronların fəaliyyətini öyrənib. Bu neyronlar məkanın konkret nöqtələrində aktiv olur və beynin GPS sistemi kimi çalışaraq yerimizi müəyyənləşdirməyə kömək eləyir. Nəticələr göstərib ki, yaşlandıqca neyron şəbəkələrinin fəaliyyəti stabilliyini itirir. Marşrut dəyişdikdə yaşlı siçovulların beyin siqnalları qarışıq və nizamsız olur. Gənc və orta yaşlı siçovullar isə obyektlərin yerini asanlıqla müəyyən edir və beyinləri daha aydın işləyir. Tədqiqat göstərib ki, beyin funksiyasının zəifləməsi bütün yaşlı siçovullarda eyni deyil. Bəziləri gənc siçovullarla eyni səviyyədə fəaliyyət göstərib. Bu, neyron şəbəkələrinin dəqiqliyinin məkan orientasiyası ilə əlaqəli olduğunu sübut edir. Genetik analiz nəticəsində məlum olub ki, 61 genin fəallığı zəif beyin funksiyası olan siçovullardan fərqlidir. Alimlər qeyd edir ki, yaşla məkan yaddaşının zəifləməsi normaldır. Amma bu proses fərdi və genetik amillərdən asılı olaraq dəyişir.